Değerli qonaqlar, möhtərəm bəylər və xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun inşallah. Gününüz hər zaman bax belə xoş olsun. Və əlbəttə ki, mən bir daha qeyd edəcəm, əziz qonaqlar, hər birimizə məlum olduğu kimi bugün Anar bəy və Təxminə xanımın toy günlərdir, onların özəl günlərdir, şad günlərdir. Bu səbəbdən sizlər, bizlər Azərbaycanımızın gözəl güşələrindən biri olan Ucar rayonunda yerləşən Aygün Şadlıq Sarayına təşrif buyurub gəlmişik və bu səbəbdən hər birinizə xoş gəlmişsiniz deyirik. Qədəmləriniz hər zaman bax belə gözəl günlərə, möhtəşəm, toylu büsatlı günlərə açılsın deyə arzu edirik. Və əlbəttə ki, öncəliklə qeyd edim ki, əziz qonaqlar, bax bu gözəl günümüzdə, bu gözəl toyumuzda öz gözəl nəğmələri ilə iştirak eləyəcək çox dəyərli solistimiz, dəyərli ifaçımız Orxan Ağdaşlı iştirak edir. Orxan bəy, xoş gəlmişsiniz. Hər zaman bax elə gözəl el şənliklərində görüşək. O cümlədən Orxan Ağdaşlının rəhbərlik etdiyi Arzular qrupu məclisimizdə iştirak edirlər. Böyük məmnuniyyətlə sizlər üçün Arzular qrupundan gecəmiz əsasında möhtəşəm nəğmələr səslənəcək. Həm sizlərin şəhərinizə, şərəfinizə, o cümlədən qəlbinizdən keçən gözəl istək nəğmələr də hər birisi səslənəcək inşallah. Və mən Mobil Atakşiyev, bax bu gözəl günümüzün həm aparıcısı, eyni zamanda solist olaraq qarşınızda çıxış edirik. Güman edirik ki, toyumuz həm sizlərin iştirakınızla, həm bizlərin nəğmələrimizlə daha gözəl, daha möhtəşəm, daha da yadda qalan məclis olacaq inşallah. Və dəyərli sənətkarımızı salamlayırıq. Sənətkar, xoş gəlmişsiniz. Allah sizi var eləsin, nəfəsiniz var olsun. Hər zaman bax belə gözəl günlərdə görüşək inşallah. Zaur müəllim, Allah sizə ömür versin. Və əlbəttə ki, əziz qonaqlar, mən çox rica edəcəm sizlərdən. Məclisin öncəliklə onu vurğulayım ki, gözəl keçməsi bizlərdən olduğu qədər, bir o qədər də sizlərdən asılıdır. Ona görə ki, biz öz işimizi icra edəcəyik. Öz gözəl nəğmələrimizi, ritmik nəğmələrimizi sizlər üçün səsləndirəcəyik. Və qeyd edim ki, sizlərdən ricamız da budur ki, meydanı boş qoymayasınız. Ritmik nəğmələr səsləndiyi zaman gözəl rəqslərinizlə məclisimizi daha da gözəlləşdirək, daha da yadda qalan olmasına vəsilə olar inşallah. Və təbii ki, mən istərdim bax bu gözəl anda elə Orxan Ağdaşlını dəvət edəm tam mərkəzə, səhnə önündə. Orxan Ağdaşlıdan gözəl solo ifalar səslənəcək və təbii ki, fürsətdən istifadə edərək Aygün Şadlıq Sarayının rəhbərliyinə və elə personal xidmətinə, hər birisinə dərin təşəkkürlərimizi bildiririk ki, həm Ucarlılara, həm də bu gözəl şəhərimizin qonaqlarına bax belə gözəl şərait yaratdıqlarına görə xüsusilə kameraman dostlarımızı salamlayıram. Var olasınız, çəkiliş qrupu. Təşəkkür edirik. Rejissorumuza təşəkkür edirik. Sosial şəbəkələrdə Famil Ağdaşlı salamlayırıq. Var olasınız və gözəl nəğmələrlə günümüzə start verəcəyik. O cümlədən onlara da şərait yaradaq ki, məclisimizə təşrif buyurub gələn bəyləri, xanımları, möhtərəm qonaqlarımızı yaddaşlara həkk etsinlər. Gəlsin gözəl nəğmələr Orxan Ağdaşlıdan.